Salam. Gələm burada belə bir test tapışının izahına baxaq. Deyir ki, altından xətt çəkilmiş sözlərin hansının ilk hissəsi olmasına görə işlənmə ardıcılığını müəyyən edin. Gəlin baxaq. Bizə verib feili bağlama, zər, sifət, say. Nümunələrə baxaq. Az adam tapılar ki, qürbətdə vətən həsrətilə yaşamazsın. Az adam. Nə qədər adam? Az adam. Həm ismi yanına gəlibdir, az adam, həm də say bildirir. Bu olur bizim sayımız. Az danış ki sözünün qiyməti olsun. Nə qədər danış, az danış. Bu olur bizim zərfimiz, həm də feilin yanında gəlibdir. Düz söz qılıncdan kəsərli olar. Düz söz, necə söz? Düz söz. Bu olur sifətimiz, ismə aiddir. Qayıqçılar dalğaları yara-yara sahilə çıxdılar. Necə, nə cür, nə tərzdə yara-yara? Bu da feili bağlamadır. Cavabımız olur 4, 2, 3, sonunda isə feili bağlama, yəni yara-yara. 1.